Türkiyənin məşhur şirniyyatı, süfrələrin bəzəyi olan lokum artıq uzun illərdir ki, Azərbaycanın da sevilən təamlarından birinə çevrilib. Bütün marketlər şəbəkəsində rahatlıqla əldə edə bildiyimiz lokumun ölkəmizdə də hazırlandığını eşidib, üz tutduq paytaxtda yeganə olan, bir-birindən rəngli, fərqli ləzzətli lokumların bişirildiyi məkana, lokum istehsalı zavoduna. Burada bütün gigiyenik qaydalara riayət olunaraq hər gün bu cür qızğın iş prosesi gedir. Zavodda bizi artıq 26 ildir Azərbaycanda yaşayan istehsal rəhbəri Alev Can qarşıladı. Lokumun türk mədəniyyətində xüsusi yeri olduğunu qeyd edən xanım, ölkəmizdə də bu mədəniyyətin geniş yayıldığını vurğuladı. Üzərində həssaslıqla çalışılan lokumun süfrələrə gəlişinin də çox uzun bir tarixi var. Kadar dayanan bir geçmişi var, tarihi olduğu için daha çok Osmanlı mutfağında ise 18. yüzyılda tercih edilmeye başlanmış. Sultan Abdülhamit Han zamanında işte o dönemde sert şekerler kullanılıyormuş, daha çok tercih ediliyormuş. İşte Sultan Abdülhamit Han da demiş ki ben böyle daha yumuşak, daha boğazı rahatlatan, mideye rahat gelen bir tatlı istiyorum, bir yarışma düzenlemiş. İşte o yarışmada da lokum, işte bir Hacı Bekir isminde bir tatlıcı bir lokum üretmiş. Bu şirniyyat növünün hazırlanması prosesi heç də sadə bir iş deyil. Lokumlar öncə xam mal kimi bu iri qazanlara atılır və burada olaraq xüsusi aromatizatorlar, çərəzlər əlavə olunur. Lokumun ana ham maddesi su, şeker, nişasta ve limon tuzundan oluşan bir şey. Biz bu ham maddeleri birbirine karıştırdıktan sonra kazanda birleştiriyoruz ve onu 2 saat boyunca böyle kürek yardımıyla kıvam alana kadar pişiriyoruz. Derecesi geldikten sonra o kıvamı bulduktan sonra hazır oluyor ve gerekli mesela aromalar atıyoruz. Limondur, portakaldır, artık çeşidine göre bazı aromalar atıyoruz ve yine çeşidine göre püste, badem, fındık, ceviz gibi çerezlerle onları zenginleştiriyoruz. Zavodda lokumun müxtəlif çeşidləri hazırlanır. Nar, gül, sarma lokumlar və s. Hər biri hazır olduqdan sonra xüsusi avadanlıqlar vasitəsilə kəsilir və paketlənir. Bununla yanaşı müəssisədə digər bir sevilən və məşhur şirniyyat növü olan pişmaniyə də hazırlanır. Onun ərsəyə gəlmə prosesi də olduqca ağır və çətindir. Hazırda biz istehsal zavodundayıq və qeyd edim ki, burada lokumla yanaşı eyni zamanda sevilən türk şirniyyat növü olan pişmaniyələr də hazırlanır. Elə biz də indi pişmaniyənin hazırlanma prosesində yaxından iştirak edirik. Sözü gedən şirniyyat növü bu masada hazırlanaraq qablaşdırılır və ən sonda üstünə antep fıstığı əlavə olunaraq qablaşdırılma yekunlaşır. Hər gün burada ləziz lokumlar hazırlayan istehsal müəssisəsinin əməkdaşları deyirlər ki, ölkəmizdə ən çox nar, quş lokumları sevilir. Gülnar İlqar qızı, Vurhan Turabov, Telesəhər.